Xalq kimin səmimi, kimin formal davrandığını çox yaxşı görür. Son dövrlərdə Suraxanı rayonunda həyata keçirilən layihələr və sosial təşəbbüslər fonunda bir həqiqət daha aydın görünür. Görülən işlər göz önündədir. Bu işlərin mərkəzində isə Adil Əliyev dayanır. Onun fəaliyyəti təkcə inzibati idarə etmə ilə məhdudlaşmır. Həm də sosial həssaslıq, vətəndaşlara yaxınlıq və real nəticələrlə müşayiət olunur. Rayon ərazisində infrastrukturun yenilənməsi, abadlıq quruculuq tədbirləri, yolların təmiri, park və ictimai məkanların abadlaşdırılması istiqamətində atılan addımlar Suraxanının simasını dəyişməkdədir. Ən önəmlisi isə bu işlərin kağız üzərində yox, real həyatda hiss olunmasıdır. Sakinlərin gündəlik həyatına təsir edən hər bir yenilik idarə etmənin effektivliyinin göstəricisidir. Adil Əliyevin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri şəhid ailələrinə, qazilərə və az təminatlı ailələrə göstərilən diqqətdir. Dövlət siyasətinin yerli səviyyədə icrası yalnız göstərişlərlə deyil, səmimi münasibətlə də ölçülür. Şəhid ailələrinin tədbirlərində iştirak, onların problemlərinin dinlənilməsi və operativ həlli cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təkcə vəzifə borcu deyil, həm də mənəvi məsuliyyətdir. Hər uğurun fonunda müəyyən narahat dairələrin olması təbiidir. Görülən işlər artdıqca, nüfuz yüksəldikcə bəzi qüvvələr kölgə yaratmağa çalışır. Lakin reallıq budur ki, iş görən insanın kölgəsi olmur, izi olur. O iz isə yol göstərir. Adil Əliyevin gördüyü işlərə kölgə salmaq istəyənlər əslində cəmiyyətin inkişafına kölgə salmağa cəhd edirlər. Çünki şəxsi ambisiyalar və ya qərəzli yanaşmalar ümumi rifahdan üstün tutula bilməz. Zaman hər şeyin ən ədalətli hakimidir. Əgər bir rəhbərin fəaliyyəti xalqın gündəlik həyatında müsbət dəyişiklik yaradırsa, bu artıq ən böyük qiymətdir. Tənqid hər zaman olmalıdır. Amma qərəzli yanaşma heç vaxt cəmiyyətə fayda vermir. Adil Əliyevə verilən töhmət bir daha sübut etdi ki, xalqın gözü tərəzidir və həqiqi dəyəri ölçməyi yaxşı bacarır. İnsanların sevgisi və hörməti vəzifə ilə deyil, əməllə qazanılır. Adil Əliyev illərdir xalqla təmasda olan, problemləri yerində dinləyən bir rəhbər kimi yadda qalıb. Bir töhmət nə onun xidmətlərini silə bilər, nə də insanların qəlbində qazandığı etimadı azalda bilər. Əksinə, belə hallar bəzən insanın daha da güclənməsinə, özünü təsdiq etməsinə səbəb olur. Bir daha görünən odur ki, hörmət zorla alınmır, ürəklə qazanılır. Adil Əliyevin gördüyü işlərə kölgə salmaq istəyənlər bilməlidirlər ki, kölgədə qalmaq taleyi iş görməyənlərin payına düşür. Xalq kimin səmimi, kimin formal davrandığını çox yaxşı görür.